Ахмедов Насип. 35 yaşlı Rövşən Caniyevin Kiyevə gəlməyi məqsədsiz olmayıb. Belə ki, o Rusiya və Ukraynada fəallaşmaqda olan Azərbaycanlılardan ibarət cinayətkar qruplaşmanın rəhbəri olmaqla tədricən Aslan Usayan və Tariel Anyaninin maraq dairəsinə nüfuz etməyə başlayıb. Rusiya mətbuatı bu maraq toqquşmasını belə izah edir ki, Rövşən Lənkəranskinin liderlik etdiyi qruplaşma Çerkizov və bir çox meyvə-tərəvəz bazarlarına nəzarət edirmiş. Bu da əsas cinayətkar klanların iki başçısı Ced Xasan və Tariel Anyaninin xoşuna gəlməyir. 2006-cı ildə isə Rövşən Moskvada Kutaisi klanının liderləri ilə birlikdə skotka zamanı həbs edilib. Bu zaman o üzərindəki saxta pasportu təqdim edərək tanınmamağa nail olub və azad edilib. Cəmi bir ay sonra Caniyev ikinci dəfə həbs təhlükəsindən sovuşa bilib. Bu dəfə o Moskvanın Lujniki qapalı idman kompleksinin ərazisindəki klubda skotkada iştirak edib. Həmin vaxt Vorzakonların mühafizəçiləri ilə Amonçular arasında atışma baş verib və o digərləri kimi aradan çıxa bilir. Кто по жизни? Вор или может уже не вор? Что было по жизни? Вопрос задаю. Жулик? Вор в законе? Какой? Не вор в законе? Вопрос не Конкретно задаю. Вы вор в законе? Ну, если хотите, вот закон. Вот. Вор в законе. Говорите, я вор. Да.